Vahid bəy, ümumi görülmüş işlərdən, əldə olunan uğurlardan bəhs etdiniz. Maraqlıdır ki, Dövlət Statistika Komitəsi tərəfindən daha hansı hədəflər qarşıya qoyulur? Mən düşünürəm, bizim ən vacib məsələmiz statistik savadlığın artırılmasıdır. Bəzən statistika ilə bağlı mətbuatda, xüsusilə də sosial şəbəkələrdə bəzən müxtəlif yazılar gedir. Statistikanın hansısa bir açıqladığı rəqəmlərə hansısa bir şübhə ilə yanaşma hallarda da rast gəlirik. Mən düşünürəm, buna görə də statistik savadlığın artırılması, statistik maarifləndirmə bizim qarşımızda duran ən vacib məsələlərdir. Ona görə biz fikir vermişik, yəni bu statistik hansısa bir göstəricinin konkret metodologiyası var. Onun hesablanması qaydası beynəlxalq standartlara uyğun və biz bütün o metodoloji materialları komitənin rəsmi internet sayfasında yerləşdirmişik. Onu qeyd etmək lazımdır ki, ən çox rastlaşdığımız problem də odur ki, bəzən hansısa bir regionda mövcud vəziyyəti ölkə üzrə vəziyyət kimi təqdim edirlər. Xüsusilə Bakıda, təbii ki, Bakıdakı bəzi məsələlərdə, inflyasiya göstəricisində də, qiymət artımında da bölgələrlə nisbətdə daha yuxarı göstəricilər olur. Amma unudurlar ki, rəsmi statistika açıqladığı rəqəm bütün ölkə üzrə orta rəqəmlərdir. Yəni, burada da bəzən müəyyən məsələlərdə uyğunsuzluqlara rast gəlirik. Statistik savadlığın artırılması təbii ki, bu daim bizim qarşımızda duran əsas məsələlərdən biridir. İkinci, yəni sırf bizim peşəkar fəaliyyətimizlə bağlı olan məsələlərdə cari ildə artıq bugünəcən Milli Hesablar Sistemi 2018-ci ildə BMT tərəfindən təsdiq edilmiş sistem üzərindən qurulurdu. Lakin cari ildə 25-ci ildə BMT-nin sessiyasında yeni standartların qəbulu təsdiq edilmişdir. Milli Hesablar Sistemi 2025 və təbii ki, bu çox ağır bir və çox mürəkkəb bir sənəddir və Azərbaycanda artıq Milli Hesablar Sistemi 25-in tələblərindən irəli gələn islahatların aparılması və bütün statistik istehsal proseslərin bu sistem üzərindən artıq həyata keçirilməsi düşünürəm qarşımızda duran ən mürəkkəb məsələlərdən biridir. Eyni zamanda burada mən çıxışımda da qeyd etdim, yeni iqtisadiyyatın yeni sahələri meydana gəlibdir. Onlarla bağlı artıq yenidən sıfırdan göstəricilər sisteminin qurulması, onların hesablanması, metodologiyaların hazırlanması, o cümlədən yaşıl iqtisadiyyatla bağlı, innovasiyalarla bağlı, elektronlaşma ilə bağlı bu sahələrin, yeni bir sahələrin belə deyək, statistik qiymətləndirilməsi üçün işlər görülməlidir. Və təbii ki, yəni bu gedən proseslərdə ən başlıca vəzifələrdən də biri təbii ki, Milli Statistika Sisteminin ən maddi texniki bazasının daim bu yeni tərəflərə uyğun aktuallaşdırılması və milli kadrlarında artıq müasir tələblər səviyyəsində bilik səviyyələrindən onların savadlığın artırılması istiqamətində də işlər, mən düşünürəm, prioritet bir vəzifə kimi qarşımızdadır.